Hörmətli xanım sədr, təşəkkür edirəm mənə söz verdiyiniz üçün. Öncədən bildirmək istəyirəm ki, qanun layihəsinə səs verəcəm. Hazırda bir məsələ ilə bağlı çıxış edib, təklif irəli sürmək istərdim. Cənab Prezidentin diqqəti və dəstəyi nəticəsində turizm sahəsi ölkəmizdə sürətlə inkişaf edir. İnfrastruktur qurulur, hava limanları açılır, tanıtım işləri aparılır, sahibkarların investisiya yatırımı üçün münbit şərait və dövlət dəstəyi var. İldən ilə Azərbaycana gələn turistlərin sayı artır və növbəti illərdə kəskin artım gözlənilir. Bir məsələni diqqətinizə çatdırmaq istərdim. Belə ki, turist daşıyan nəqliyyat vasitələri üçün xüsusi dayanacaqların azlığı və bəzi ərazilərdə ümumiyyətlə olmaması səbəbindən turistlərin rahatlıqla otellərə çatdırılması çətinləşir. Təklif edərdim ki, turist daşıyan nəqliyyat vasitələri üçün şəhərimizin müxtəlif yerlərində aidiyyəti qurumlar dayanacaqlar müəyyən etsinlər. Düşünürəm ki, bu addım həm turistlərin otellərə və turistik məkanlarla rahatlıqla çatdırılmasına və eyni zamanda nəqliyyatçıların yüksək xidmət göstərməsinə kömək edəcək. Təşəkkür edirəm.